Bu qərarları necə veririk? Bunu sizə izah edeyim. Beyin özünü necə aparır? Bu alış prosesini siz necə eləmisiniz? Ya güzgü neyronları vasitəsilə eləmisiniz, ya da bunu zihin nəzəriyyəsi deyirlər. Yəni güzgü neyronları nədir? Təqlidləmə. Burada Broca deyə bir hissə var. Bunun bizim dilimizdəki adı hərəkətverici nitq mərkəzidir. 1980-90-cı illərdə İtalyan alimlər belə bir praktik aparır, sonra da bunu yaponlar təkrar edir, belə deyək. Bir meymun oturur və şövqlə bananını yeyir. Bu banan yemə prosesində bunun beynində artıq neyronlar aktivləşir. Xoşbəxtdir, yəni burada bir gərginlik var, yəni xoşbəxtlik gərginliyi var meymunun önündə. Qabağında oturan meymunda da fərqli hərəkətlər hiss olunur. Buna bənzər hərəkətlər. Həmin meymunu artıq elektrodlar vasitəsilə üzərinə təcrübə aparanda görünür ki, həmin hissədəki neyron aktivliyi yeyənlə eynidir. Təqlidləmə. Beyninə təqlid prosesi gedir hal-hazırda meymunda. Bu təqlidləmədir və bunun adı güzgü neyronlarıdır. Sonra bunu insanlar üzərində yoxlamağa başlayırlar. Biri narahat olduğu zaman siz də özünü narahat hiss eləmə halıdır. Birinin ürəyi bulandığında sizə də hansısa şəkildə o təsir etməsidir. Qan görəndə ürəyinizin getməsi. Sinema salonlara girdiyinizdə sinema başlamadan kimsə orada popcorn yeyirsə, sizdə də bir qaynama olur. Şəhərə çıxdınız, kofe almaq istəyirsiniz. Çünki hər kəsdə var o. Və bu təqlidləmə şuurunuza bu şəkildə təsir etdiyi üçün qeyri-iradi bəzi qərarları qəbul edirsiniz.